Hər vaxtınız xeyir, hər birinizi Qadın kanalında xoş gördük. Bugün mən sizə istəyirəm sap haqqında bir məlumat verim. Yeni bir sap, Maxi sapı. Bugünə qədər bizim kanalımızda bu sapla toxunma heç bir şey olmamışdı. Çünki bu sapla toxunmaq həqiqətən də çox zaman alır və təəssüf ki, mən bu sapın xırdalığına görə ilmələri videoda aydın sizə göstərə bilmirəm və ona görə də bu sapdan bu zamana qədər istifadə etməmişik. Amma bundan sonra çalışacağım ki, bu sapdan istifadə edim. Sizinlə bərabər toxuyaq bəzi şeyləri və mümkün qədər maksimum yaxından çəkməyə çalışacağım. Çünki bu saplar qeyd etdiyim kimi çox nazik olduğuna görə və kiçik ölçülü milçə ilə toxunduğuna görə təəssüf ki, kamerada daha aydın göstərmək mümkün deyil videoda yəni. Deməli, bu cür sapları həmişə kiçik ölçülü milçələrlə toxuyurlar. Misal üçün, mənim əlimdə 0.9 ölçülü, yəni gördüyünüz kimi heç bir ölçü deyil, 0.9 ölçülü milçə var. Deməli, bu saplar Maxi adlanır. 100% pambıqdır. Deməli, müxtəlif rəngləri mövcuddur bu saplarında. Üzərində ölçüləri yazılır. Deməli, bunu 60 dərəcədə yumaq mümkündür. Yəni ki, bu sapla toxunulan hər hansı bir geyimi, aksesuarı 60 dərəcədə yuya bilərsiniz, ütüləyə bilərsiniz. Bir yarım ölçülü milçəyə qədər toxuya bilərsiniz. Mən qətiyyən 2 ölçülü milçəni məsləhət görmürəm, çünki 2 həqiqətən də bu cür saplar üçün çox böyükdür. Mən qeyd etdiyim kimi 0.9 ölçülü milçədən istifadə edirəm, amma bir yarıma qədər ölçülü milçələrlə toxumaq mümkündür. Və mil ilə isə 2 yarım ölçülü millərdən istifadə edə bilərsiniz. Deməli, bu sapların müxtəlif rəngləri olur. Qeyd etdiyim kimi, hazırda mənim əlimdə tünd boz rəngdə və ağ rəngdə sap var. Tünd boz rəngdən hələ istifadə etməmişəm. Ağ rəngdən isə gördüyünüz kimi artıq çox azalıb, kifayət qədər istifadə edirəm. Bu cür saplardan nələr toxumaq olar? Şəxsən mən bu cür saplardan ən çox salfet və süfrələrin toxunmasında istifadə edirəm. Eyni zamanda hər hansı bir geyim, aksesuar, əşya, dekor və s. üçün bu cür bəzəklər toxuya bilərsiniz. Ajur naxışlar və yaxud krujivalar toxuya bilərsiniz. Mən səbət toxumuşam və bunu həmin səbətin kənarına tikəcəm. Hər hansı bir qeyd etdiyim kimi geyimdə əlavə bir detal kimi, yaxalıq kimi toxuyub istifadə edə bilərsiniz. Hazırda mənim əlimdə yarımçıq olduğuna görə bu işi sizə göstərə bilmirəm, çünki aydın deyil, yəni mənim toxuduğum. Mən hazırda bunu toxuyuram, şəkil əsasında gördüyünüz kimi yastıq üzüdür. Bu saplardan istifadə edirəm bunun toxunmasında. Eyni zamanda oturacaq üçün, kreslo üçün bu cür arxalıq da toxumaq mümkündür. Və qeyd etdiyim kimi süfrə, salfet, bu cür toxumalarda istifadə edə bilərsiniz. Həmçinin çox sevdiyim, çox özümü bəyənərək, sevə-sevə toxuduğum donlar, uşaq donları və yaxud da böyüklər üçün donlardan bundan rahatlıqla istifadə edə bilərsiniz. Sadəcə sizə bir məsləhətim, əgər don toxuyursunuzsa, o zaman fileyni vizaniya deyirlər rus dilində, Azərbaycan dilində necə gedəcək bilmirəm. Mən elə fileyni vizaniya deyirəm buna, fileyni toxuma. Deməli, o toxuma ilə toxusanız, yəni bu qayda ilə fikir verin, bunun setkası çoxdur. Bu qayda ilə toxusaz, toxuma yüngül olacaq. Sırf başdan ayağa ağır naxışlarla toxusaz, o zaman həqiqətən də sapınız və toxuduğunuz əşya çox ağır olacaq. Geyim ələl xüsus. Ona görə də bu cür saplardan geyim toxuyarkən daha çox onu setka formasında toxuyurlar. Və bu da bizim bugünkü videomuz. Məndən çox soruşurdunuz, çox suallar gəlir ki, geyimləri, donları hansı saplara toxumaq olar? Bir də qeyd edim ki, bu saplar pambıq olduğuna görə qarşıdan gələn yaz və yay mövsümü üçün ideal hesab olunur. Yəni, əgər övladınız üçün, özünüz üçün donlar, ətəklər, koftalar, maykalar toxumaq istəyirsinizsə, o zaman eyni zamanda çimərlik geyimləri də və alt paltarları da büsqaltır toxuyarkən bu saplardan istifadə etmək olar. Əgər razı qaldınızsa videomuzdan, o zaman bəyənməyi unutmayın. Kanalımıza abunə olun ki, yeni videolardan dərhal xəbərdar ola biləsiniz. Növbəti videolarda görüşmək ümidilə. Hələlik.